Sabayıl məhkəməsidir, Sabayıl rayon məhkəməsidir və biz görürük ki, nəinki zal, məhkəmənin qapısı bağlıdır. Yəni ki, qanunsuz olaraq Azərbaycanda bu məhkəməni bağlayıblar. Əgər bu iş xuliqanlıq üzrədir, burada elə bir şey yoxdur. Dövlət sirri deyil. Və bugünkü məhkəmə qərar çıxartmalıdır. Uşaqları buraxsınlar, ya həbsə salsınlar. Yəni, heç bir burada ayrı məsələ yoxdur. Deməli, onlar bilə-bilə ki, onlar cinayət edirlər, onlar məhkəməni bağlayırlar. Siz görürsünüz ki, burada ATƏK-in nümayəndələridir, Avro-Birliyin nümayəndələridir, onları da buraxmırlar. İnsan hüquqları müdafiələridir, onları da buraxmırlar. Onu da demək istəyirəm ki, bugün Azərbaycanda Almaniyanın insan hüquqların hökumətin xüsusi nümayəndəsi Günther Nock'dur. Və bugün səhər saat 11'e qalmış o Sabayıl rayon polis idarəsindəydi. Və ona dedilər ki, siz görüşə bilməzsiniz, Hacızadə ilə və Milli ilə görüşəcəksiniz məhkəmədə. Ona söz verdilər ki, məhkəmə açıq olacaq. Yenə də yalan dedilər, məhkəmə bağlıdır. Sabah Azərbaycanda ABŞ-ın baş kətibinin, yəni Hillary Clinton'ın mavini gəlir. Və o da prezidentlə görüşəcək. Və bütün məlumatlar orada da olacaq. Yəni ki, bu bağlı qapı göstərir ki, polis və məhkəmə bu xuliqanlıqda iştirak edirlər. Onlar maraqlı tərəfdir. Onlar cinayət törədiblər. Eminin Millini və Adnan Hacızadanı vəhşicəsinə döyüblər. Bugünə kimi onlara tip yardımı, lazımlı tip yardımı göstərilməyib və bununla əlaqədar İsaxan Aşurov yazacaq Azərbaycana. Və onlara birinci gündən imkan vermədilər ki, vəkil olsun. OSI просит, чтобы все оттуда ушли, они подошли вдвоем и поговорили здесь. Пожалуйста, бесплатно. Zəhmət olmasa ora keçin.